Salamlayıram sizləri, mən şərhçiniz Xubazadə Elnur. Dostluq Liqasının növbəti turu ilə sizlərlə üz-üzəyəm. Bu turda üz-üzə gələn komandalar Juventus komandası və Alfa komandasıdır. Hər iki komandaya uğurlar arzulayıram. Hər iki komanda da güclü komandadır, qol vuran komandadır. İnşallah bu qollu oyunu izləyərik. Nəzərinizə çatdırdım ki, Alfa komandasının güclü üzvlərindən biri olan Samir çempionatdan uzaqlaşdı və bu Alfa komandasına mənfi təsir edə bilər məncə. Çünki qol vuran ayağı idi Samir Alfa komandasının. Keçən turda texniki məğlubiyyətlə turu başa çatdırmışdı. Juventus komandası isə keçən tur son anda vurduğu qolla Okka komandasından bir xal qoparmağı bacarmışdı. Bu tur görək nə olacaq. Hər iki komanda keçən tur xal itirib. Xal çox vacibdir hər iki komandaya. Dəsən Orxan alınmadı ötürməsi Sənanın. Geriyə Orxan nəzarətində. Orxan Mərkəzə, Sənan Orxan paslaşması gözəl alınır. Uzman çıxır Juventus komandası, Coşqun imkan vermir. Coşqun irəliyir. 3-3-ə. Coşqun qabanı Orxan çıxır. Ötürməsi də alınmır Həsən. Sənə şutuma. 3 nəfər arasından zərbə ayağına oturmur. İbrahim üçün sadə topdur bu. Gözəl ötürmə İbrahimdən, amma zərbə o qədər də gözəl alınmır. Yeni qoşulub komandasına ilk turlarda yox idi. Gözəl keçid Həsəndən. Zərbə az fərqlə çölə gedir. Coşqun təhlükəli yerdə, təhlükəli hərəkətlər. Həsən topu ələ keçirir. Orxan Elvin tələsmir. Orxan biraz tələsir. Topu rəqibə verir demək olar ki. Sağ, gözəl ötürmə alınır. Bu topu qəbul edir. Biraz yaxşı qəbul eləməsə də 2 nəfər qarşısında neynəyəcək? Ötürməsi göz alınır. Akşin yenidən Umut zərbə və Umutdan möhtəşəm bir qol. Gözəl qurulmuş hücum və hücum da gözəl sonlandırılır. Alfa 1 Juventus 0. İndi isə Juventus komandası hücum atılmalıdır məncə. Gözəl ötürmə Elvin. Sananı ötürür. Geri çəkilir. Qabağında Vüsal. Qapçıya kimi geri dönürlər. Və Orxan yenidən səhv ötürmə verir. Ayağına yaxşı oynaya bilməyən bir qapçıdır Orxan. Bu taşlar yaxşı olsa da ayaqla oynaya bilmir. Coşqun bunu da ötürür. Saxlaya bilmir. Və top Orxandan çıxır. Eltac. Akşin. Bir-birlərinə gelirlər Eltacla Akşin və top Akşin özündən də çıxır. Orxan çox yersiz bir ötürmə verir. Elvin onun səhvini sığortalayır. Umut zərbəsi qüvvətli idi, amma 9-luğun nişan ala bilmir. Gözəl ötürmələr. Akşin imkan vermir. Coşqun mərkəzdə. Gedir Vüsal. Yenidən mərkəz ötürməsi alınmır Vüsalın. Sənan tələsmir.
Orxan ötürməsi yenə alınmır, amma yenə Elfin Orxan səhvini düzəldir. Və Coşqun imkan vermir top nəsənə çatmağına. İndi Umud zərbə. Bu dəfə isə uzaq altılığı nişan almışdı, amma yenə də dəqiq alınmır. Umudun zərbəsi. Coşqun bu dəfə də imkan vermir. Müdafiəni saxlayır Kənanın yoxluğunda. Kənanda qırmızı vərəqə aldığına görə iki oyun iştirak eləyə bilməyəcək. Əlli oyuna görə hakim oyunu saxlayır. Bunlar səhvlərdir Vens komandasından. Özü də düzəldir Sənanın səhvi. Coşqun. Zərbəsi hissəli kimi alınmır. Rəşadət yeni oyuna daxil olur. Orxan əvəzinə. Sənan zərbəsinə bloku yenidən Coşqun qoyur. Coşqun həqiqətən bugün tərifə layiq oyun göstərir. 2 dəqiqələrə qədər. Yenidən Coşqun. Elvin mərkəzdən. Ötürməsi, tərs toxunuş, Akşindən, Sənan. Ötürməni gecişdirir Sənan. Gözəl keçir Rəşadətdən. Ötürməsinə imkan vermir müdafiəçilər. Coşqun keçir rəqibini. Elvinin keçə bilmir amma Elvin. Rəşadətə gözə ötürmə. Elvin boşladır. Rəşadət öz zərbə indirir. Qapıçıdan qayıdan topu Vüsal çıxardır meydandan. Coşqun. Dostu Rəşadət alınmır. İndi Coşqun. 3-ün 2-yə. Ötürmə. Umud nə edəcək? Zərbəsi qapıçıdan qayıdır. Yenidən zərbə. Bu dəfə də top dirəyə dəyir. Qapıçı dirək. Amma top daxil olmur qapıya. Artıq əldən verdiyi 3-cü imkanlı Umudun bir qol olmağına baxmayaraq. Coşqun da bunu nəzərə çatdırır Umuda. Orxan ayaqla yaxşı oynamadığını yenə sübut eləyir. Türmə çox səhv. Rəşadət! Nəyi qaçırırsan Rəşadət? %100'lük epizod idi bu. Bunu qaçırmaq lazım deyildi məncə. Topu meydanda saxlayın amma rəqib üçün. Və Sənan rəqibə alınır. Coşqun gözəl ötürmə. Umud istədiyi kimi qəbul edə bilmir. İndi top Sənanda keçir. Zərbəsini vurur yenidən Coşqun. Vüsal da uzaqlaşdı topu. Coşqunun keçmək istəyir. Keçir də ötürməsi də gözə alınır amma qəbul edə bilmir burada Sənan topu. Rəşadət boşdur. Ona da ötürür. Rəşadət sol ayağına qüvvətli zərbələri var. Amma qapıçının üstünə gəlir top. İbrahim ötürməsi Coşquna. Coşqun. Ötürür Umuda. Bundan Coşqun. Zərbəsinə bu dəfə Rəşadət cavab verir. Müdafiəsinə köməyə gəlmişdi Rəşadət. Elvin, həqiqətən bugün Elvin və Coşqun müdafiədə öz sözlərini deyir. Və Həsən Coşqun zərbəsindən sonra zədələnir. Kapitan oyuna daxil olur. Rəşən. Orxanın, Əcəbsə Orxan bu dəfə düzgün pas verə bildi ayaqla.
Rəşadət sağ qabağında imkan vermir və top Rəşadətin özündən də meydana tərk edir. Sağ ötürməsi möhtəşəm, amma Coşqun bu ötürməni gözləmirdi. Belə bir möhtəşəm ötürmənin olmağını gözləmirdi Coşqun. Rəşadət Mahmud ötürür. Avandakşin çəkir. Yenə Rəşadət. Mahmud poçtayda ötürmür. Çəkir. Sol ayağından zərbəsi qüvvətli, amma qapını nişan ala bilmir Rəşadət. Zərbəsi qüvvətli olsa da. Mərkəzə gözəl ötürmə. Zərbə və İltaz hesabı 2-0 eləyir. Son zərbələrin qeyri-dəqiq olması Juventus komandasına qarşılığında 2 golla geri dönür. 2-0 geriyə düşür Juventus komandası. Rəşadət bu itirir əvvəlki Rəşadəti görə bilmirik biz son zamanlarda. Gözəl hücum. Umud! Bir dəqiqənin içində 2 qolu sıxışdıra bilir Alfa komandası. Umudun 2 qolu və Eltazın 1 qolu ilə Alfa komandası 3-0 öndədir. Get-gedə geri dönüş çətinləşir. Hesab arasındakı fərq artır və vaxt, zaman qısalır. Juventus komandası risk atmalıdır biraz. Özünü. Rəşadət yenə sola çəkir. Çəkir. Ötürməsi Sənan. Çəkdi. Ötürmə qeyri-də qalınır. Və İbrahim Rəşadətdən əvvəl davranır. Coşqun ötürmə vermək istəyirdi. Eltaz amma alınmır. Top dəyişikliyi olur. Kəzə doğru Mahmud. Qüvvətli zərbələri var. Dəqiq alınma zərbəsi. İbrahim uzun ötürmə. Bərbad alınır. Rəşadətin daban ötürməsindən sonra Orxan irəliyir. Orxan misalda keçir, amma topu meydanda saxlaya bilmir. Meydan sağ bitir. Orxan soldan həqiqətən yenə bir gözəl bir ötürmə və əllə oyna işarə var. Bugün Vüsalın uzun ötürmələri idealdır. Coşqunun müdafiədə oyunu idealdır. Amma ona görə də 14 dəqiqəsində hələ də qol buraxmayıblar. Zərbəsi Coşqun blokdan qayıdır. Umud. İkinci zərbə yenə blok. Keçid gözəldir, amma topa çata bilmir. Əlinə götürə bilərdi İbrahim, amma uzaqlaşdırmağı seçir. Topu bizə vurur. Yenə ondan gözəl keçid. Mahmud Sənanı ötürmək istəyirdi, Rəşadət imkan vermir. Mahmudu çox sadə keçir. Zərbəsi də istədiyi kimi alınmır Mahmudun. Təriflədik, göz dəydi. Bu dəfə Vüsalın ötürməsi istədiyi kimi alınmadı.
Səhvin ötürməsi də qeyd dəqiqə və komandalaşın əsəbləşir. Coşqun uzun ötürmə. Kazan sinə toxunuşu alınmır. Coşqun 2 nəfərin arasında qalıb yıxılır. Doğrusu umuddur bu. Coşqun formasının geyindiyinə görə qarşıladım arada. Sanan ötürür. Sanan gözəl düşüncəli ötürməkdə, amma Orxan topa çatsa da özündə saxlaya bilmir. O qədər Divens komandasında Rəşadət. Bu gün çox bərbad oyun göstərir həqiqətən Rəşadət. Rəşadət. Türməsi yenə alınmır. Nəsə olub Rəşadət? Əvvəlki Rəşadət deyil. Sol ayağını qüvvəti ilə, vurduğu qolları ilə yatdı qalan Rəşadət. İndi bir oyuncusunu belə keçə bilmir. Yaş özün sözünü deyir Yaş. Və timeout götürür Alfa komandası. Timeoutdan sonra görüşərik. Və timeoutdan sonra oyun bərpa olunur. Nəzərinizə çatdırdım ki, hesab 3-0 Alfa komandasının xeyrinədir. Uzun ötürmə. İmkan vermir həqiqətən. Elvin bugün can qoyur müdafiədə. O arada ki 3-0 məğlub olurlar. Buna baxmayaraq. İndi Rəşadət bu dəfə nə edəcək? Bu dəfə də top itirir. Yəni gözlənilən bir şeydir. Artıq Rəşadətdə topun olanda itməyi. Elvin. Həsən. Küçübəla ilə çatdırırlar Mahmuda topu. Keçir Mahmud. Zərbəsini indirir. Yaxın altılığı bağlamışdı İbrahim, amma topuna dəymədən meydanı tərk edir. Coşqun bu dəfə də uzun ötürmə. Umuda alınmır. Elvin Mahmuda baxır. Gözəl ötürmə Mahmuddan. Qola bərabər bir ötürməni Orxan qola çatdıra bilmir. İndi isə zərbə Rəşadətdən alınmır. Həqiqətən möhtəşəm bir ötürmə idi. Möhtəşəm. Rəşadət zədələnir. Mahmud, Orxan. Umud, Elvin'i keçə bilmir Umud. Gözəl görür Elvin'i Həsən. Elvin mərkəzdən. Mahmuda Rəşadətə gözü ötürmə. Sevdiyi nöqtələrdə, amma əvvəlki Rəşadətin sevdiyi nöqtələrdə. İntişi yox. Demək olar ilk hissənin yarısını Rəşadəti pisləməklə keçmişəm. Rəşadət özü də bu oyununu görsə bəyənməzdi. Zərbə bu dəfə də yerindədir İbrahim. Uzun ötürmə, Umuda gözə alınır. Qapçı Orxan imkan vermir. Umud zədələnir. Oyun bərpa olunur. Coşqun, Həsən daha doğrusu. Nasip. Rəşadətə. 2 nəfərin arasından çıxa bilmir Rəşadət. Top Divens komandasından qalır. Ötürmə geriyə, Mahmud, Elvinə. Yine Mahmud.
Gözəl keçir Vüsalı, amma top meydanda qalmır. Türmə Umuda. Umud keçir Həsəni. Coşqun boşdur. Türməsi Coşquna. Hakim oyunu davam elətdirmir. Sarı vərəqə göstərir hakim Elminə. Ötürmə istədiyi kimi alınmır. Sağ ol. Baxışına gəlir. Üçün keçir. Daim imkan vermir. Top Alfa komandasında. Mərkəzə Coşquna. Zərbəsi qüvvətli idi, amma qapıya tuş gəlmir zərbə. Orxan. Mahmuda cavab çata bilir. Həsən boşdaydı. Həsən indi qabağı boşdur. Rəşadət ötülür. Yenidən Həsən. Ay, Həsənin gerisinə topu düşür. Zərbə endirə bilmir Həsən. İsə Mahmud vətli zərbələrindən birini indirir, amma alınmır və ikisi yekunlaşır. İkinci hissədən görüşmək ümidi ilə. Və ikinci hissə başlayır. İlk hissədə hesab Alfa komandasının xeyrinədir. 3-0. Həsən ötürməsi alınmır Həsənin. Uzun ötürməsə Rəşadətə alınır. Rəşadət nə edəcək? Top qalır Events komandasında. Həsən keçidi gözəl alınır, ötürməsi gözəl alınır. Murad bağlayır ikinci. İsə Coşqun kimi ötülür, yoxdur komanda yoldaşları yanında Coşqunun təkli hücumda. Bütün komanda ilə demək olar müdafiə oturub. Alfa komandası hesabı da bunu tələb eləyir. Elvin iki nəfərin arasında sırla bilməyir, üstümə tuturlar. Mud zərbəsi. Kılıçda ələ keçirir Orxan. Türməsi gözə alınır. Coşqun yenidən top ələ keçirir. Umud uzaqlaşdırır topu. Belə hücumları çox gələcək Alfa komandasından. Çünki demək olar bütün fikri Events komandasının hücumda artıq. Sananın qarşı qayda bozuntusu. Elvin. Rəşadət boşladı. Gözəl ötürmə. Rəşadət! Nə indirsən sən? Nə olub sənə bu gün Rəşadət? Mürsal. Səndən keçir. Açdıma zərbə. Dəqiq alınmır. Vaxtı gətirir Events komandasına. Mərkəzə gölə ötürmə. Yenə Rəşadət. Bilməsi alınmır.
Zərbəsi alınmır. Qapının səhvdə akşından. İndi Rəşadət zərbə. İbrahim gözəl sevlə yadda qalır. Qüvvətli zərbə idi. Qurtarışı çətin olan zərbə idi, amma İbrahim topu qaytara bilir. Az qalsın. Top hələ keçirirdi Vüsal. Götürmə alınır Elvindən. Murad buraxır. Zərbə bu dəfə Rəşadət qola. Zatır öz qolunu vurur. Qaçırdığı epizodlardan sonra qarşı qol vura bilir. Səhvini az da olsa yuyula bilir. Hesab 3-1. Qolda Mahmudun topa toxunmadan itirmə verməyi həqiqətən golun yarısı oldu. Top elə keçirir. Çəkir. Zərbəsi qapı dirəyindən qayıdır. Sənanın. Sen iki nəfərin arasından Orxan ötülür. Gözəl ötülmə verir Sənana. Sənan keçidi alınmır Sənanın. Elvin. Və Coşqun zədələnir. Ağı burxulur. Oyun bərpa olunur. Şədət. Türməsini Elvin başa düşə bilmir. Yakşin, Umud ötürmə, Coşqun, zərbə geri qayıdır, Elvin. Bunu da vuraraq meydandan çıxardır. Ötürməsi istədi, içmə alınmır Orxanın. Top Elvinə toxunaraq meydandan çıxır. Türmə, Akşin zərbəsi alınmır Akşinin. Elvin. Uzun ötürmə verir Elvin. Götürmə verə bilmir amma. İbrahim. Uzun toplarla keçir oyunu hələ ki. Əşdurma çıxır. Məms komandası. Ötürmə də gözəl alınır. Zərbə, amma ötürmə versə sənə daha məsləhətli idi. İbrahim yenə qapısını bağlayır. Qola. Gözəl zərbə idi, amma yatış gəlmən zərbə. İndi Həsən Rəşadət başladı. Neynəyəcək?
Gözəl keçir. Zərbəsi qapı dirəyinə tuş gəlir. Bəxti gətirir. Umut. İkisini Orxan kəsir və gözəl də keçir. Amma rəqibə ötürür. Zərbə. Qarma qarşılıqlı düşüb hazırda meydanda. Bilinmir kimdədir. Salınmı Rəşadəti. İsa Həsən zərbəsini yenidən İbrahim bağlayır. İbrahim həqiqətən sevgiləri gözəldir İbrahimin. Topu düzgün meydana daxil edə bilmirlər. Uzun ötürmə. Son bomboşdur. Top ona da gəlir. Birbaşa zərbə alınmır. Yerindən uzun ötürmə gələcək. Hər iki komanda uzun ötürmələrə üstünlük verər hələ ki. Rəşadət. Amudu gözəl görür. Elvin. Rəşadət. Sənan zərbə vura bilər. Vurur, top qayıdır və Rəşadət Həsən ikisi bir yerdə top qapıya salır və hesab 3-2 olur. Hesab arasındakı fərq bir topa enir. Həqiqətən müdafiədə çox boşluq verir. Arxa komandası 3-0 qabaqda ola belə boşluq vermək məncə düzgün deyil. Sənan keçir. Sənana qarşı qayda pozulur. Əlçəli nöqtədən. Türmə ilə başladılar. Alınmadı istədi. Kim olmadı? Öz komandasının hücumu. İndi hücum davam edir. Rəşadət. Zərbə və hesab 3-3. Artıq İbrahimin eləyə biləcəyi heç bir şey yox idi burada. Üçün şey gedirlər. Rəşadət. Zərbə və Rəşadət. Bütün sözlərimi geri alam. Rəşadət boynun birdən bir də ulduzuna çevrilir. 3 golla yadda qalır Rəşadət. İkisi 3-0 öndə olasan, ikinci isə 4-3 geriyə düşəsən. Həqiqətən fərqli hissələr izləyirik. İndi Somut. Hesabı 4-4 eləyir. Saniyələr keçdikdən sonra Umud hesabı 4-4 eləyir. Dəqiqə belə keçməyinə imkan vermir. Həsən. Qısqın oyun gedir. Həsən! Həsən də saniyələr sonra hesabı 5-4 eləyir. Bir dəqiqənin içində 3 gol izlədik həqiqətən. Həsən bu dəfə alınmır. Qaza gəlir Həsən. Gəlməsi alınmır. İndi Eltac. Eltacın özündən meydan Eltac eləyir.
İndi Umud bu dəfə hesabı bərabərləşdirə bilmir. Aşağıda Sanan bitirir topu. Ama yeniden top Sananda. Sanan bağlayır, bucağı Ümiddən saxlayır. İbrahim Şadət. Bəxti gətirib bu epizodda altın komandasını. Qüvvətli zərbə isə qapına tuş gəlmir. Sünətilmə İbrahimdən geridə qalınır. Elvin Şadət. Saman boşdur. Gözəl ötürmə və ötürmə həqiqətən möhtəşəm idi. Ötürmə möhtəşəm idi. Hesab 6-4 olur. Alfa komandası gecikilmiş bir timeout götürür. Timeoutdan sonra görüşərik. Oyun bərpa olunur. Timeoutdan sonra hesab 6-4. Önce komandasının xeyrinədir. Sağ ol. Tırmanımı da top saxlayır. Coşqunda və hakim pozuntusunu qeydə alır. Coşqun Mahmudu keçə bilmir. Başını Mahmud kəsir. Uzun ötürmə. Şadətdən top meydanı tərk edir. İndi isə Eltac top oyuna daxil edəcək. Türmə. Ay burada kişin topa toxuna bilərdi. Qapıya göndərə bilər topu ama özlədi. Ötürmə Coşqun gözəl bir save gəldi Orxandan. Sağ ol. Bu zərbəsi bunu üstdən tərk edir. Keçəcək Mahmuda. Gözəl ötürmə Mahmuddan. Amma Sənan belə bir gözəl ötürməni boşa verir. Sən zərbəsini İbrahim imkan vermir. Uzun qolları ilə. Sen Coşqun boş qapıdan top çıxardır. Top Coşqunda. Keçə bilmir Sənan Coşqun. Lakin qayda pozuntusunu qeydə alır. Ötürmə. Orxan saxlayır topu. Ödün 4-ə. Rəşadət. Sənanı görməliydi məncə burada Rəşadət.
Sağ ol. Unutulması alınmış top. Həsən də. Mahmud. Rəşadat fikirləşir. Coşqun imkan vermir. Yəndən mərkəzdə Mahmud. Mahmud. Kəzə Rəşadata gözəl ötürmə. Mahmuda sürətli bir ötürmə alınır və top itirir Mahmud buna görə də. İndi Umut. Umut çəkir. Zərbə indirir. Top geri qayıdır. Məncə ötürmə verməli idi. Orxan ötürməsi alınır. Orxan da öz oyununu göstərə bilmir. Gözəl keçid Sənandan. Ötürməsi də göz alınır. Rəşadət artıq bilirlər Rəşadətin nə edəcəyini. Və hücumda tutmuşdu. Öz komandası alınmır hücuma. Coşqun. Umut. Türmə, zərbə Sənana dərək meydanı tərk eləyir. Kişinin başla zərbəsi isə dəqiq alınmır. Onu bitməyinə dəqiqələr qalır. Rəşadət Həsən gözəl paslaşır. Qəşən bir seyv ayağından İbrahimdən. Həqiqətən qüvvətli zərbə idi. Əlindən gələn eləyir komandası üçün. Topu itirir. Sən Rəşadətin qabağını ötürür, amma sürətli alınır ötürmə. Gözəl keçir iki nəfər arasından Həsən. Ötürməsi Rəşadət. Ötürmə və Mahmud. Hesabı 7-4 eləyir Mahmud. Gözəl başlamışdı Avrupa komandası, amma sonluğu çox bərbədə alındı. Yeni iki nəfər arasından sayılır. Bu dəfə İbrahim keçə bilmir. Coşqun. 2-nin birədir. Taza gözə ötürmə verir. Eltoc isə həqiqətən bərbad zərbə indirir. Sənan. Keçid alınmaz Sənanın sağ qarşısını kəsir. Sənan. Keçə bilmir. Taz təş toxmuşdu, ötürmə verir, tələsir və top itirir. İsə Rəşadət, Həsən, yenə Rəşadət, zərbə qapıdır, yəni tüşkələr yaxın var, safədən vurulmuş zərbə.
Gözəl çıxırlar hücuma Juventus komandası. Mud imkan vermir. İkinciden zərbə ilə oyun bərpa olunacaq. Sonuncu ikinci zərbəsi. Ötürmə, geri qayıdır. Oyun bununla da bitir. 7-4 hesabı ilə Juventus komandası qalib gəlir. Hər iki komandaya bundan sonraki oyunlarda uğurlar arzulayıram.